Hello dear children. Salam əziz uşaqlar. Bugünkü dərsliyimiz 6-cı sinif ingilis dili dərsliyindəndir. Game Changer kitabındandır. Unit 1 birinci bölmədir. Gəlin başlayaq. Welcome, xoş gəlmisiniz deməkdir. Family, ailə. Uşaqlar, birincidə deyir ki, complete the family tree with the word below. Aşağıdakı sözlərlə ailə ağacını tamamlayın. Then listen, check and repeat. Sonra dinləyin, yoxlayın və təkrar edin. Gəlin birinci sözlərlə tanış olaq. Aunt, bibi, xala. Dad, ata. Mom, ana. Brother, qardaş. Grandma, nənə. Sister, bacı. Cousin, kuzen. Granddad, baba. Uncle, əmi, dayı. İndi bunu necə tamamlayacağıq? Deməli, görürsünüz ki, me hissəsi var. Me mən deməkdir. Me mənimsə, mənim yanımdakılar kimlər olacaq? Əlbəttə ki, bacım və qardaşım. Yəni, 8-ə brother, 9-a isə sister yazmalıyıq. Daha sonra yuxarıdakılardan biri anam və atam olacaq. 5-ə dad, 6-ya isə mom. Digər deməli, uşaq isə 7-də olan isə mənim nəyim olacaq? Kuzenim olacaq. 3-cü mənim ya əmim, ya dayım, yəni uncle. 4-cü mənim ya bibim, ya xalam, yəni aunt. Başdakı isə baba, yəni granddad sözünü yazmalıyıq. Uşaqlar, possessive adjective qaydasını bilirsiniz ki, bu 6-cı sinifdir və ilk dərslər 5-ci sinifin təkrarıdır. Və possessive adjective isə yiyəlik sifətlərdir ki, siz bunu artıq 5-ci sinifdə öyrənmişsiniz. İlk növbədə yadımıza salaq nə idi? Yiyəlik sifətləri bir əşyanın kimə mənsub olduğunu göstərirdi. Və qarşılıqları nə idi? I-da my, you-da your, he-də his, she-də her, it-də its, we-də are, z-də their olurdu. Qarşılıqları bunlar idi. Yəni mənim, sənin, sizin, bizim, onun, onların. İndikdə deyir ki, copy the table and complete with the correct word. Deyir, cədvəl dəftərinizə çəkin və sözləri tamamlayın. Dediyim kimi. Üçüncü isə use possessive adjective to complete the sentences. Deyir ki, cümlələri doğru yiyəlik sifətləri ilə tamamlayın. Gəlin bu hissəsinə baxaq. Deyir ki, my friend Zoe and I do our homework at school. Dostum Zoe və mən məktəbdə ev tapşırığımızı edirik. İndi burada dostum Zoe və mən kim? Biz, yəni we olur. We-in də qarşılığı av olur. İkinci hissəndəki boşluğu tapmaq üçün qabaq hissəyə baxaq. What is your name? Sənin adın nədir? Deməli, birinci öz adını deyib ki, sonra qarşıdakının adını soruşur. Hi, salam. My name is James. Mənim adım James'dır. Üçüncü, Emma. Uşaqlar, Emma'nın şəxsi nədir? She. Və she-in də qarşılığı nə olacaq? Her. Emma loves her new bike. Emma yeni velosipedini sevir. She take it everywhere. O onu hər yerə aparır. You have a lot of clothes. Sənin çoxlu paltarların var. Deməli, söhbət paltarlardan getdiyi üçün nə olacaqdı? It. Is it wardrobe big? Wardrobe böyükdür. This is the new student. Bu yeni şagirddir. Deməli, Peter'in də şəxsi nə olacaqdı? His. He, onun qarşılığı his. This is the new student. Bu yeni şagirddir. Deməli, baxırıq ki, adı nədir? Peter. Peter'in də şəxsi he olduğu üçün qarşılığı olacaq his. His name is Peter. Onun adı Peter'dir. My sister likes sport. Mənim bacılarım idmanı xoşlayırlar. Deməli, bacılarım cəmdə olduğu üçün they, they-in də qarşılığı their. Their favorite lesson is physical education. Onların sevimli dərsi bədən tərbiyəsidir. Rewrite the sentences using the possessive. Uşaqlar, 5-ci sinifdə öyrənmişsiniz ki, ingilis dilində yiyəlik halları neçə yolla düzəldirdik? 3 yolla. Apostrof s, s apostrof və of. Canlı və təkdə idisə apostrof s, canlı cəm idisə s apostrof, cansız idisə of. Deməli, nə deyir? Dan has brown hair. Dənin qəhvəyi saçı var. Deməli, dənin saçı qəhvəyidir. Onu da necə yazacağıq? Dən canlıdır, təkdədir. Apostrof s. Hair is brown. Məsəl üçün, Maria has blue eyes. Maria'nın mavi gözləri var. Deməli, necə deyəcəyik? Maria'nın gözləri mavidir. Maria apostrof s, eyes
və ice cəmdə olduğu üçün are blue. Üçüncüdə, my mom has long hair. Mənim anamın uzun saçı var. Deməli, anamın saçı uzundur. My mom apostrophe s hair. Hair sözü təkdə olduğu üçün is long. 4-də, my cousin has a big garden. Kuzenimin böyük bağı var. Deməli, kuzenimin bağı böyükdür. My cousin apostrophe s big garden. Garden is big. Daha sonra burada draw your family tree, ailə ağacınızı çəkin. Ask and answer question with a partner. Yoldaşınızdan bu sualları soruşun. Who is that? O kimdir? That's my uncle. O mənim dayımdır. His name is Marik. Onun adı Marikdir. Mario. Və digər hissədə isə verb be, yəni to be-nin qaydasıdır. To be olmaq deməkdir. Və 3 forması var. Am, is, are. Yəni bunu artıq bilirik. Burada artıq dinləmədir və complete the labels with the countries, see and nationality and then listen, check and repeat the word and the letters. Deyir ki, ölkə və milliyyətləri tamamlayın. Dinləyin, yoxlayın, təkrar edin sözləri və hərfləri. Bunları dinləyərək tapa biləcəksiniz. İkincidə isə deyir ki, complete the post with apostrophe am not, is or are. Yəni bunlarla tamamlayacağıq. Then listen and check. Dinləyin və yoxlayın. Məsəl üçün, ikinciyə baxaq. Burada məsələn, aydan sonra nə yaza bilərik? Am. Məsələn, 3-də də eyni qayda, 4-də də eyni qayda, 5-də də məsələn, bunların qabaqlarına am yazırıq. 6-da parent sözü cəmdə olduğu üçün are. 7-də hobby sözü təkdə olduğu üçün is. 8-də subject sözü cəmdə olduğu üçün isə are yazacaq. 3-də isə put the word in the correct order to make question. Sual yaratmaq üçün doğru ardıcılığı qurun. Biz bilirik ki, köməkçi feil həmişə cümlənin başında gələr, sual verərkən. Və köməkçi feildən sonra mübtəda gələr. Məsələn, 2-yə baxaq. Are you from Russia? Qalan hissələr isə siz tamamlayın və mən 3-cü və 4-cünün cavabını isə yorum hissəsində qeyd edəcəyəm. Bu cümləlik bu qədər. Görüşərik. Sağ olun.